baxırıq 20-ci suala. Təbiətdə hidrogen, protium, deuterium olmaqla 2 izotopu mövcuddur. Bilirik ki, protiumda bir proton var, amma neytronu yoxdur. Deməli, deuteriumda isə neytron bir dənə olacaq, çünki atom kütləsi 2-dir. Atom kütləsindən protonu çıxanda görəcək ki, bir dənə neytronumuz var. Protium izotopuna əmələ gəlmiş su yüngül su adlanır. Bəli, burada H2O ilə yazırıq. Protium əmələ gələn su yüngül sudur, çünki 18-dir kütləsi. Amma deuteriumdan əmələ gələn su, yəni ağır su adlanır. D2O, burada isə kütlə olacaq 20. Deməli, deuterium izotopuna əmələ gələn su D2 adlanır. Yüngül və ağır sudan verilmiş ibarət tərkibin analizi cədvəli verilir. Qarışıqda deməli deyir ki, proton sayı 2000-dir. H2O ilə D2O qarışığında deyir ki, bilmirik də nə qədər qarışdırıblar. Hər birindən bilmirik ki, nə qədər qarışıb. Onda bunu A ilə işarə edir, bunda B ilə. Yəni A mol su var, yüngül su. B mol isə ağır su var. Deməli, deyir qarşılıqda protonların sayı 2000-dir. Burada tapıram ki, yüngül suda proton nə qədərdir? Hidrogen protonu var, oksigen protonu nə qədər uşaqlar? 8, bəli, 8. Yəni, dövr sistemdəki yeri, sıra nömrəsi, yəni 8. Bəli, onun proton sayı. Deməli, mən burada H2O üçün protonları toplasam, proton sayı neçə eləyəcək? Hidrogende bir dənə varsa, oksigende 8 dənə varsa. Burada 2 dənə olacaq, bəli, 2 üstə gəl, burada 8 dənə olacaq, 10 dənə, bu H2O-dadır. Bəs P, D2O-da, burada isə proton sayı dedik ki, dəyişmir. İzotoplarda proton sayı dəyişmir. Ümumiyyətlə, proton sayı sadəcə nüvə reaksiyalarında dəyişir. Heç bir reaksiyada proton sayı dəyişməyəcək. Bir isə yenə də 2 üstə gəl, 8, 10 olacaq. Amma neytron sayıları fərqli olacaq bunların. Deməli, deyir ki, proton sayıları cəmi 2000-dir, cədvəldə verilir. Onda burada proton sayı burada 10 dənədir. 10A, üstə gəl. Burada da 10 dənədir. Deməli, 10B bərabərdir 2000. Bəs neytron sayılarını tapsaq, burada hidrogen neytronu yoxdur. Oksigen isə kütləsi 16-dırsa neçə olacaq neytron? 8 olacaq. Neytron oksigende 8'dir. Burada isə deuteriumun artıq bir dənə neytronu var. Deməli, 2 dənə 1, 2 olacaq. Üstə gəl, oksigende də 8 dənə oldu, 10 dənə neytron. Deməli, 10 burada oldu, 8 burada oldu. Onda yazaram ki, su üçün 8A, üstə gəl. Bir A yazırıq, çünki mol sayı var, A'dır. Üstə gəl, 10B. Bərabərdir, cədvəldə bizə verir 2720. Və təniklər sistemi kimi bunu bu tərəfdən çıxsam, olacaq 2A bərabərdir 280, A da bərabərdir 140-a. A 140 tapdım, indi. Mənə nə deyir? Deyir ki, qarşıda ağır su molekulanı tap. Burada A-nın yerinə, elə burada qoyaq. 10 A üstə gəl, 10B 2000-dirsə, ona ixtisar eləsəm hər tərəfdə. A üstə gəl də 200 olur. 140 üstə gəl, B 200-dür yəni, düzdür? A-nın yerinə 140 qoydum. B də olacaq 60. 60, deməli, A hansı idi? Yüngül su molekulu, 140 dənə yüngül su molekulu var. Bizə deyirdi, ağır su molekulunu tap, bu da oldu 60. Başa düşdünüz? Deməli, ikinciyə keçək, 22.